8-ci fəsil. İllər keçəcək, ömrün elə günləri gəlib çatacaq ki, dünya Cahan xanımın gözlərində işığını itirəcək, hər şey qaranlıq, dumanlı bir pərdəyə bürünəcək. Bu saat nəinki onun özünə, hətta kənardan baxanlara da soyumaz görünən damarlarındakı qırmızı qan hərarətini itirəcək, laxtalanıb qaralmağa başlayacaq. O zaman Cahan xanımın canına üşütmə düşəcək. Ayaqları hey soyuqdan gizildiyəcək, qalaq-qalaq odunun alışıb yandığı buxarının qabağında da, qalın yun corabların içində də artıq dərisi sallanmış balaca qıçları qızmayacaq. İndi onu dəli eləyən qızğın ehtiraslar, odlu həvəslər, amansız hiqqə, hirs, hava, damarlarında qanın hərəkətini ləngidən dualara çevriləcək. O zaman Cahan xanım çox şeyləri unudacaq, çox adamları tanımayacaq, cavanlıqda gördüklərini və etdiklərini yuxu kimi də xatırlamayacaq. Uçuq boyat təndiri andıran ürəyində, iki kişinin yatağını odla doldurmuş məhəbbətdən və bir çoxlarının həyatını zəhərlənmiş qəzəbdən bir ovuc kül, daha doğrusu toz torpaq qarışaraq bərkimiş bir parça kəsək qalacaq. O zaman belə, bugün tutduğu işin nəticəsi Cahan xanımın yadından çıxmayacaq. Qaranlıq hafizəsinin hansı uzaq bir güşəsində isə zülmət gecədə bəduğur canavar gözü kimi işıldayaraq yıpramış bədənini tir-tir titrədəcək. O zaman Cahan xanım bir dəri, bir sümük olmuş, əsim-əsim əsən əlləri ilə heç bir xınanın qaralda bilməyəcəyi ağ seyrək saçlarını yolaraq balacalanmış gözlərini sıxıb ağlayacaq. Lakin gözünün qorası qırış-qırış olmuş simasına yox, hələ də partlamayan, dərisi yeyilmiş təbil kimi hələ də rüzgarın arası kəsilməz zərbələrinə davam gətirən yumruqdan da balaca ürəyinin başına töküləcək. Onu daha artıq yandıracaq. Əlac isə tapılmayacaq. Onda Cahan xanım taleyindən şikayətlənəcək, deyəcək ki, fələyə nə eləmişdim, mənə belə zülm elədi. Xatırlamayacaq ki, bir gün başı Şah dağının zirvəsi kimi ağappaq nurani bir qoca ayaqlarına yıxılaraq yalvarmışdı. Qızım, Süleymana qalmayan dünya sizə də qalmayacaq. Əl çəkin əlsiz ayaqsızları əzməkdən, insafsız əməllərdən, yadınızda saxlayın. Bu qoca dünya deyərlər, heç bir günahı cəzasız qoymur. Əvvəl-axır hər kəs öz əməlinin bəhrəsini özü yeyir. Nə əkərsən onu da biçərsən qızım. Elə eləməyin ki, yurdunuzda bayquş olasın. Cahan xanımın yadına düşməyəcək ki, bu sözləri eşidəndə dədəsinin iki sadiq nökərinə, iki qansız və ürəksiz qara heyvərəyə nifrətlə baxıb, nə maymaq-maymaq gözlərinizi döyürsünüz. Rədd eləyin bu bayquşu qapıdan, deyib əmr etmişdi. Enli büzməli xara tumanını yelləyərək, artıq çoxdan yiyələndiyi ikinci mərtəbədəki eyvanlı, pəncərəli otaqlara çəkilmişdi. O otaqlara ki, onun divarları hələ də Məhəmməd Rıza bəy ilə Hürü xanımın məhəbbətinin ətrini, balaca sahibin kimsəsiz, tənha ana ilə bir yerdə çəkdiyi istirabları və həsrəti, Səfiqulu bəyin başlarına açdığı unudulmaz faciənin əzablarını saxlayırdı. O zaman bu günü xatırlaya bilməyəcəyi kimi, bu gün də Cahan xanımın ağlına gəlmirdi ki, elə bir gün gələcək. Buna görə də başında elə bir fikir, sinəsində elə bir duyğu oyanmırdı ki, onu hikkəli-hikkəli hökmlər verməkdən, ağlına gələn hər şeydən dönməz bir qətiyyətlə yerinə yetirməkdən saxlasın. Ay qız, o küncdəki hörümçək torunu görmürsən? Korzat deyilsən ki, deyib tavanın altını keçi kimi zirək nargiləyə göstərdi. Təmiz sil, təmiz süpür. Bir yerdə iynə gözü tozu görsəm, özün bil. Mənim gözüm üstə xanım, deyib dilli dilavər və qara oynaq gözlərində tilsim qüvvəsi olan nargilə cavab verərək bütün bədəni ilə dördbucaqlı alçaq kürsünün üstündən tavana doğru boylananda
gödək tumanının gen ətəyi dizindən xeyli yuxarı dartıldı. Tumanın altından qızın ağ, çəkik budları göründü. Az qala çiyninə qədər çirməkli çılpaq yaraşıqlı qollarını uzadaraq süpürgə ilə küncdəki hörümçək torunu silmək istəyib sinəsini qabağa verəndə isə nazik beli dartılıb, biraz da nazikləşdi. Cahan xanımın müşahidəsinə görə kişilərin diqqətini xüsusi olaraq cəzb edən nargilənin yaraşıqlı yumrusu biraz da yumrulandı. Cahan xanım qeyri-ixtiyari əl saxlayıb, qiftə dolu gözlərlə bir anlığa onu süzdü. Allah Taala da gözəllik paylayanda bilmir kimə versin deyib düşündü. Ay çər vurmuş, o matahını mənə az göstər. Cahan xanım qeyri-iradi səsləndi. Boyun çatmır, kürsünün üstünə kətil qoy. Mənim gözüm üstə xanım, deyib nargilə sümüksüz kimi yumşaq incə belini və yaraşıqlı yumrusunu oynadaraq dərhal yerə sıçradı. Kətili götürüb kürsünün üstünə qoydu. Dizliyini qəsdən biraz da yuxarı çəkib şölə verən ağ budunu açdı. Yuxarı dırmaşdı. Yenə belini dartıb sinəsini qabağa verdi. Küncə tərəf dartındı. Yalnız indi Cahan xanım hiss etdi ki, kiminsə gözü nargilədədir. Nargilə bu ədalarla kimi isə ofsunlayır. Dönüb baxdı və məəttəl qaldı. Bilmədi nə desin. Xaspolad sehirlənmiş kimi iki otağın astanasına yapışıb qalmışdı. Onun iri gözləri sirlərlə dolu bir gözəllik, bir xəzinə kəşf etmiş kimi açılmışdı. Odlu bir maraqla, tamarzı bir həvəslə nargilənin ağ buduna, yaraşıqlı yumrusuna dikilmişdi. Cahan xanım dərhal düşündü. Gədənin gözündən ot çıxır. Ehtiyatlı olmaq gərək. Qadan alım, Xaspolad bəy, olmaya mənə bir sözüm var, deyib çevrildi. Elə dayandı ki, Xaspolad nargiləni görə bilməsin. Elə bir sözüm yoxdur, nənə. Oğurluq üstündə tutulmuş uşaq kimi Xaspoladın səsi titrədi. Bilmək istəyirəm, nargilə ha vaxt mənim otağımı yığışdıracaq. Bəlkə kömək etmək lazımdır. Heç şey lazım deyil, oğlum. Sən durma, get, baban səni gözləyir. Qayıdıb görərsən, hamısını yığışdırıb qurtarmışıq. Burada nə var ki? Get qadan alım. Kişi gözləyir. Nargilə Cahan xanımın qabağını kəsdiyini görüb, əlini tavandan çəkdi. Yerini elə raxladı ki, Xaspolad ona tamaşa edə bilsin. İndi qızın gözləri çıraq kimi şölələnirdi. Xaspoladın gözlərinə tuşlanıb, şeytan gülümsəyərək onu haraysa çağırırdı. Cahan xanım oğlunun gözündə qeyri-adi marağın yeni qığılcımını görəndə qanrılıb çiyninin üstündən qıza baxdı. Onun bu ədalarına son qoymaq fikri ilə çəpəki və acıqlı bir nəzər fırlatdı. Lakin nargilə bu acıqlı baxışları vecinə də almadı. Özünü görməməzliyə, daha doğrusu bilməməzliyə vurdu. Qara məlahətli gözlərini elə şirin-şirin oynatdı ki, az qaldı Xaspoladın huşu başından çıxsın. Cahan xanım oğlunun gözlərinin indiyə kimi görünməmiş bir aludəliklə yandığına diqqət etdikdə ürəyi qürurla doldu. Maşallah, Xaspolad yekə kişi olub, deyərək düşündü. Qız bağrı yaran bir erkək. Eyni zamanda narahat oldu. Gədənin üz gözündən mütülük yağırdı. Nargilə bu dəqiqə önlüyünü belindən açıb, əlindəki süpürgəni bir kənara atsa, nargilədən bunu da gözləmək olardı. Və gəl desə, onu istədiyi yerə çəkib apara bilərdi. Bu fikir başına gələn kimi Cahan xanımın qorxudan bədəni gizildədi. Ay aman, olmaya bu şeytanın qızı şeytan, gədəni caduluyub, deyərək düşündü. Anasının tayıdır. Nə desən çıxar. Nargiləyə bir də çəpəki. Lakin bu dəfə daha davamlı və qəzəbli nəzər saldı. İstədi desin, ay qız, həşdarxan pişiyi kimi nə marıtdamısan gədəni, düş rədd ol gözümdən. Lakin demədi. Demədi ona görə ki, qorxdu ki, nargilə elə cavab verə, elə söz qaytara ki, Cahan xanım cavabında aciz qala. Heç vaxt bilmək olmaz bu qız nə deyəcək, nə edəcək.
dili bıçaq kimi kəsir. Yaxşısı budur, gədə ilə aralarını açmayım. Bəli, Cahan xanım bu dəqiqə nargilədən qorxduğu qədər heç kəsdən, hətta Səlim ağadan da qorxmurdu və bu qorxu da səbəbsiz deyildi. Cahan xanım əmisi oğlu Şortan kimi nargilənin də hələ ana bətnindəykən sehrlənib bu dünyaya gəldiyinə inanırdı. Nargilə hələ anadan olmamış, cəmaət arasında onun haqqında bu fəna fikir yayılmışdı. Nəinki qarateli gözü götürməyən, onun gözəlliyinə qiftə edən yadların, yabancıların, hətta qonum-qonşu və qohum-əqrabanın da nəzərində nargilənin ana boynuna düşməsi də, doğulması da sehr cadu ilə bağlı idi. Qız dünyaya gələn gündən oturub durub deyirdilər. Baş açmaq olmur, bilmək olmur. Bu qız 6 aylıqdır, yoxsa 9 aylıq. Anasının boynuna havaq düşdü, dünyaya havaq gəldi. Bir Allahdan başqa heç kəs bilmir. Əlbəttə, hamıya məlum idi ki, Nargilə Dəvəçi Kərimin ilk beşiyidir. Daha doğrusu 4-cü uşağıdır. O biri uşaqların alnına yaşamaq yazılmamışdı. Gözəlliyi dillərdə deyilən, bircə baxışda kişilərin huşunu başından aparan arvadı Qaratel 3 dəfə hamilə olmuşdu. Birinci oğlan uşağını 6 ay ola olmaya ölü doğmuşdu. İkinci qız uşağı 8 ayın içində yenə ölü gəlmişdi. Onda Kərim Molla Səmədə müraciət etdi. Bunun səbəbini soruşdu. Xahiş etdi ki, duadan zaddan yazsın, 3-cü uşaq ölməsin. Molla Səməd eynəyini taxıb köyünə cırıq kitabları qabağına tökdü. Bismillah deyə-deyə onları bir-bir vərəqləyib araşdırdı. Bir şey tapmadı. Dəvəçi Kərim tapşırdı ki, yolu Xorasana düşəndə filan üləmaya müraciət etsin. Onda elə kitablar var ki, yer üzündə yaşayan bütün bəli insanın hamısının namə-i əmalı o kitablarda yazılıb. Dəvəçi Kərim imamın ziyarətinə gedən karvana sərbanlıq etdi. Xorasana çatan günü imamın türbəsini qucaqlayıb dəxil düşdü. Bollu nəzir payladı. Sonra da Molla Səməd deyən həmin saçı saqqalı ağarmış ülamanı axtarıb tapdı. Ülamə, saat xoş deyil deyib Dəvəçi Kərimi o gün naümid yola saldı. Lakin elə birinci cümə axşamı meşin cildli qalın kitabları açıb vərəqlədi və hansı birində isə Qaratelin dərdini tapıb dedi ki, kişinin, yəni Dəvəçi Kərimin böyük bir günahına görə bunu bir sən bilirsən, bir sənin Allahın deyib üləma mənalı Kərimi süzüb davam etdi. Şeytanın 100.000 törəmələrindən biri girib oturub Qaratelin bətnində. Bir-bir uşaqları boğub salır yola. Sənə qurban olum, bəs bunun əlacı nədir? Deyib Kərim soruşdu və eləmiş olduğu günahları fikrən yadına salmağa çalışdı. Lakin heç cür müəyyən edə bilmədi ki, hansı günaha görə Allahın bu cür ağır qəzəbinə düçar olub. Üləma dedi, əlac odur ki, nəzir deyəsən, dua yazdırasan, pirə aparasan, bəlkə Allahın rəhmi gələ, əcinnəni rədd eləyə. Kərim üləmanın məsləhətinə əməl etdi. Xorasandaca onun özünə 3 dua yazdırıb gətirdi, cümə axşamları suyunu Qaratelə içirtdi. İmam Hüseyin Həzrət Abbas adına nəzir payladı. Arvadını neçə pirə apardı, lakin bunların da heç bir köməyi olmadı. 3-cü oğlan uşağı da 9 ayın içində ölü gəldi. Nargilə Qaratelin boyuna düşəndə heç kəs şübhə etmirdi ki, o da anadan ölü doğulacaq. Uşaqların bədbəxtliyinə səbəb özü olduğuna inanan Kərim, gecə-gündüz Allaha yalvarmaqla qalmayıb, Qaratelin başına dolanır, ona acıqlanmaqla, günahı artırmaqdan qorxaraq, hər arzusunu yerinə yetirir, hər nazına dözürdü. Əvvəldən əlköyün və nazlı böyümüş Qaratel isə kişinin bu rəftarı qarşısında biraz da nazlanır, özünə sığal verməyi unutmurdu. Nargilə boyuna düşdüyü ilk ayda qaş-gözünü oynadaraq, "Ay kişi,
Könlüm yaman narınc istəyir dedikdə, Kərim bunu şıltaqlığın son nöqtəsi sanıb qaşqabağını salladı. Ay Qaratel, yerikləyəndə də elə şeyə yeriklə ki, tapmaq mümkün olsun. İlin bu fəslində mən narıncı hardan tapım? Doğrudan da qışın oğlan çağı, qar boranı bəndi bərəni bağladığı, get-gəl kəsildiyi bir zamanda buralarda nəinki narınc, Allahın narını və heyvasını da tapmaq çətin idi. Qaratel isə könlüm narınc istəyir deyib dururdu. Kərim və başqa eşidənlər də bu arzunun özünü pis əlamət bilib fikrə gedirdilər. Bəli, bu uşaq da ölü gələcək. Lakin elə bu zaman elə bir hadisə baş verdi ki, Qaratelin ürəyini ovan narınc arzusu asanlıqla yerinə yetdi. Qar boranı 3-4 gün davam edib yatmış, gözəl günəş çıxmışdı. Havalar açılan kimi qarlı qədiklərdə çarvadar göründü. Çarvadarla birlikdə kəndə hardansa uca boylu, çox yaraşıqlı və çox sağlam, eyni zamanda çox vahiməli bir dərviş gəlib çıxdı. Onun bazar ağzında söylədiyi birinci nağıl, ho çəkib ya əli deməsi hamısını inandırdı ki, bu adi dərvişlərdən deyil, sirri ilahiyə əl aparmış sehirkar və cadugar bir adamdır. Onun həddindən artıq iri qara gözlərinə isə baxmaq olmurdu. Bu gözlər sanki tilsim idi, adamı çəkib saxlayırdı. Buna görə də İlyas bəy kimi arif və dünya görmüş qocalar məsləhət gördü ki, kişilər arvad uşaqlarını xəbərdar etsinlər, dərvişin gözünə baxan olmasın. Hansı arvad başını qaldırıb bircə an dərvişin gözünə baxsa, həmişəlik onun əsiri olacaq. Heç vaxt kəməndindən qurtara bilməyəcək. Təzə gəlinlərə və göyçək arvadlara isə xüsusi olaraq tapşırdılar ki, məbadə saçınızdan bir tük dərvişin əlinə keçə. Keçdi, məhv oldunuz. Gedib bir dərədə oturub cadulayacaq, tük donub olacaq uzun bir kəndir, keçəcək boğazınıza. Bir ucu da dərvişin əlində. Hara dartdı, quzu kimi dalına düşüb gedəcəksiniz. Hətta bir neçə adam belə hadisələri öz gözü ilə gördüyünü söylədi. Dərvişin hansı kətdə, hansı arvadı saçından, hansı gəlini gözündən ofsunlayıb apardığı barədə Qur'ana və bərəkətə and içənlər də tapıldı. Dərviş isə iri gözləri ilə adamların canına gizilti salaraq, bazar ağzındakı meydanda hər gün sirlərlə, anlaşılmaz düyümlü ifadələrlə dolu yeni bir nağıl söyləyir, ya əli deyərək ho çəkib qışqırır, hər axşam bir evdə gecələyirdi. Onun gecələdiyi ev şamdan sonra adamla dolu olurdu. Cəmaət bardaş quraraq bir-birinə söykənib oturur, gözünü dərvişin ağzına dikərək, öz ağzını açıb heyrət içində ona qulaq asırdı. O var dövlətdən əl çəkib, dəmir əsa götürərək, ayaqyalın, başaçıq dünyanı dolanaraq, həqiqət axtaran bəyzadələrdən, insanlardan uzaqlaşıb, bütün ömrünü mağaralarda keçirən, bir içim su, bir tikə quru çörəyə qane olaraq qalın hikmət kitablarının üstündə gözünün ağını itirmiş, nurani, müdrik qocalardan danışırdı. Bizi əhatə edən aləmin min cür gözə görünməz cinlər və şeytanlarla, ölülərin ruhu ilə dolu olduğunu deyirdi. Gecədən xeyli keçmiş, cəmaət dağılışıb getdikdə isə o, otaqda tək-tənha qalır, neft lampasının işığında oturaraq, anlaşılmaz dualar oxuyur, otaqda şimşək çaxdırırdı. Getdikcə vahiməsi artan kəndlilər ürəklərinin dərinində səbirsizliklə ha vaxt onun çıxıb gedəcəyini gözləyirdi. Heç kəs cəsarət edib bu barədə ona sual vermir, bəsdir dərviş ağa, buyur, o biri kəndə get deyə bilmirdi. Hamı onun naləsindən, qarğışından qorxurdu. Çünki ata-babadan eşitmişdi ki, dərviş nəfəsi ağır olar. Dərvişi narazı yola salmazlar. Onun kənddə ilişib qalmasını isə bir adam da istəmirdi.
O gələn gündən cəmaatın yuxusuna haram qatılmışdı. Adamlar başını yastığa qoyub gözünü yuman kimi əcaib qəraib yuxular görürdü. Səhərlər isə çoxları baş ağrısından şikayət edirdi. Bəziləri də dərvişin təkcə gözlərində deyil, bütün hərəkətlərində gizli ilahi bir məna axtarırdı. İlişib burada qalmasında da bir sirr olduğunu deyirdi. Onu saxlayan var. Öz xoşuna qalmayıb, görərsiniz, bir iş çıxacaq deyib, mənalı başlarını tərpədənlər, gözlərini oynadanlar az deyildi. Bir sözlə, dərviş kəndi qaranlıq, sirli fikirlərlə, vahimə ilə doldurmuşdu. 3 adam bir yerə yığışanda mütləq dərvişdən danışırdı, həm də pıça-pıçla danışırdı. İl yaman ildir deyib dərvişin gəlişini dünyada baş verən hadisələrlə bağlayanlar da olurdu. Deyirlər Rusiyada qan rəngli qırmızı qar yağıb. Qırmızı qarıq harda görülüb? Hələ onu demirsən ki, Xorasanda imamın qəbri tərpənib. Gecə də qəbirdən səs gəlib. Qurbanı olduğum Məhəmmədi çağırırmış. Firəngistanda 10 arvad, 2 başlı uşaq doğub. Allah göstərməsin. Allah göstərməyib, bəs kim göstərir? Hamısı Allahın işidir. Deyir ki, ey kör bəndə, bəsdir yoluvu azdın, dini imanı dandın, ayıl gözünü aç, qayıt haqqın yoluna. Kim bilir, bəlkə dərvişin gəlməyinin də bir sirri var. Əlbəttə var. Deyirlər ki, bu görkəmdə, bu cilddə buna oxşar neçə dərviş tökülüb yer üzünə. Bu başdan o başa dünyanı gəzir. Hamısı da bir gündə, bir vaxtda, bir saatda od vurub dünyanı yandıracaqlar. Allah sən saxla. Dərvişin yatdığı otaqlarda hər gecə şimşək çaxdırması, qəribə bir parıltı ilə bir canlığa otağı işıqlandırması bu çaşqınlığı və vahiməni biraz da artırmışdı. Heç kəs istəmirdi dərvişin dünyaya salacağı yanğın onun evindən başlasın. Buna görə də heç kəs istəmirdi ki, dərvişə evində yer versin. Bu ağır məsələni ancaq püşk ilə həll edirdilər. İş elə gətirdi ki, 5-ci gün püşk dəvəçi Kərimə düşdü və o da gün batana yaxın dərvişi evinə gətirdi. Dərviş axşam namazının vaxtı çatdığını xatırladıb, dəstəmaz almaq üçün su istədi. Dəvəçi Kərim, ay uşaq, deyib səslədi. Cavab verən olmadı. Bir də səslədi. Yenə cavab çıxmadı. 3-cü dəfə ucadan qışqıranda, başındakı kəlağayının ucu ilə üzünü yaşmaqlamış qaratel sarı çaydanı su ilə doldurub gətirdi. Yavaşca salam verib dərvişin qabağında yerə qoyaraq çəkilib getmək istəyəndə elə bir qeybdən bir əl uzanıb yaşmağı arvadın üzündən açdı. Dərvişin iri qara gözləri qaratelin gözlərinə sataşdı və o saat ahənrubə kimi onu çəkib saxladı. Məhəmməd Peyğəmbərin oğulluğa götürdüyü Zeydin arvadı Zeynəbi çılpaq gördüyü zaman söylədiyi sözlər dərvişin yadına düşdü və ucadan dedi. Fətəbərəkəllahu əhsənul xaliqin, dayanma get, ey Allahın gözəl məxluqu, səni tilsimdən azad edirəm, get və onu bil ki, bu gecə möminlər gecəsidir. Mələklər göydən yerə nur əliyəcəklər və o nurun içində sənin ürəyin istəyən mətah gəlib düşəcək süfrənə. Bu sözləri dərviş elə bir hikmətanə ifadə ilə, elə qayıbanə səslə dedi ki, dəvəçi Kərim də, onun arvadı da özünü itirdi. Onlara elə gəldi ki, dərviş canlı adam deyil. Adam şəklinə düşmüş bir ruhdur, bir xəyaldır, qəbirdən xortlamış bir ölüdür ki, Allahın hökmü ilə şəhərləri, kəndləri gəzərək möcüzə icad edir. Ehtiyacı olanlara kömək göstərir, günahkara cəza verir. Hər ikisi donmuş halda, gizli bir qorxu və vahimə içində yerlərində mıxlanıb,
Gözlərini dərvişin əsrarəngiz üzünə, anlaşılmaz qorxulu gözlərinə dikmişdi. Onlara elə gəlirdi ki, bu dəqiqə dərvişin gözündə elə bir qüvvə var ki, daşa salsa, daş əriyər. İkisinin də idraki susmuş, qorxu və dəhşət varlığına hakim kəsilmişdi. Gedin, daha gözümə görünməyin, deyib dərviş sanki onlara yox, havadakı gözə görünməz cinlərə müraciət etdi. Onlar tələsik o bir otağa çəkildilər. Arvad kəlağayını başından atıb hövülnak soruşdu. Bu nə işdir ay kişi? Mən qorxuram. Qoy gedim dədəm evinə. Otur xarabanda görək. Allahın hikmətlərindən baş açmaq olmaz arvad, deyib Kərim yavaşca danışdı. Otur görək başımıza nə gəlir. Yuxuda da rəhmətli nənəmi görmüşəm. O yuxuma girəndə həmişə bir bədbəxtlik yüz verir. Nə deyirdi? O niyə yuxuma girib? Qaratel soruşdu. Yadımdan çıxıb nə deyirdi? Rəhmətlik bu dünyada necə çərənçi idisə, o biri dünyada da elədir, dil qəfəsə qoymurdu. Üzümə o qədər günah saydı ki, gör olsun. Elə demə ay kişi, ölü haqqında pis danışmazlar, dilin quruyar. Sənin nə günahın var ki, sayırdı üzvə? Kərim o qədər çaşqın idi ki, istədi desin, ay arvad, Allahdan gizlin deyil, səndən nə gizlin? Bir neçə kərə zina eləmişəm. Şeytan yoldan çıxarıb, girimə keçən arvadı çəkmişəm taya dibinə, alaçığa, tövlənin küncünə. Qarı hamısını saydı üzümə. Ancaq arvadının gözündə nə isə qorxulu bir ifadə görüb susdu. Namazdan sonra arvad otağın ortasında xalça üstündə ağ süfrə açdı. Dəvəçi Kərimlə dərviş bu süfrənin başında balaca yumşaq döşəkçələrin üstündə oturub, mütəkkələrə dirsəklənərək ağır və əzici bir sükut içində şam etdilər. Daha doğrusu, bu dəvəçi Kərim üçün əzici və ağır idi. Dərviş üçün yox. Onun fikri bunda idi ki, başladığı işi müvəffəqiyyətlə axıra aparsın. Buna görə olmalıdır ki, gözləri vahimə səpələyən bir işıqla parıldayırdı. Şamdan sonra cəmaat bir-bir dəvəçi Kərimin otağına doldu. Yuxarı başda oturmuş dərviş bugün ayrı bir vəcdiylə danışır, ilahiyyatın elə sirlərinə əl aparırdı ki, az qalırdı qulaq asanların damarında qanını dondursun. Onun əsrarəngiz hekayələrində qadir qüdrətin hökmü ilə nəinki ayrı-ayrı adamlar, hətta bütün bir qəbilə və xalqlar bir anda daşa dönür, daşlar dilə gəlib danışırdı. O, aləmi kainatda daşdan, torpaqdan, havaya və ulduzlara qədər nə varsa hamısının ruhu duyub dərk etmək qabiliyyəti olduğunu, lakin Allah Taala'nın hikməti ilə başqa bir lisanda danışdıqlarını söyləyirdi. Onların dilinə ancaq o şəxslər başa düşür ki, qadir qüdrətin hikmət qapıları onların üzünə açıqdır. Buna görə də belə adamlar dünyanın bu başında oturduqları halda o başında nələr olduğunu görür və bilirlər. Onlar elmi qeybin gücü ilə bir baxışdan bilir ki, kimin ürəyində nə var, kimin könlü nə istəyir. Dərviş burada sözünü kəsib üzünü ortada oturaraq tez-tez yerində qurcalanan, rəng verib rəng alan balaca boylu çalsaqqal kişiyə tutdu. Ay Allahın bəndəsi, özünə əziyyət vermə. Dur get, rahatlan. Kişi dərhal durub çölə çıxanda adamlar dərvişin dərrakəsinə heyrət əlaməti olaraq bir-birinin yanını basıb pəhpəh elədilər. Bir-birinə baxıb mənalı-mənalı gözlərini oynatdılar. Kişi hər sirrə aşinadır, hər dərddən xəbərdardır deyib pıçıldaşdılar. Buna baxmayaraq öz aralarında danışırdılar ki, bu dərvişdə neysə qorxulu bir şey var. Sehirbaz cadugara oxşuyur. Bu gecə dəvəçi Kərimin evində dərviş onların bu gizli fikirlərindən də xəbərdar olduğunu bildirməklə hamısının ağzını açıla qoydu. Onları bir dəfəlik tərslah etdi. Ey bədbəxt
avam, deyib dərviş ucadan səsləndi. Sən elə bilirsən ki, dərvişlik ibarətdir sinəsinə döyüb kəşkülü oynadaraq ya əli qışqırmaqdan? Sən bilmirsən ki, əsl dərviş küllü mövcudatın sirlərinə bələddir? Dərviş odur ki, ay bilməsin, il bilməsin, dizini büküb hey oxusun, oxusun, müqəddəs kitablara baxa-baxa Allahın sirlərinə əl aparsın. Bəndə-i həqir ki, qabağınızda oturub, 10 il Nəcəf-ül Əşrəfdə, 15 il Məkkə-i Mükərrəmədə elm kahinlərindən hikmət dərsi alıb, 10 il Sina dağının içində, cinsi bəşərdən uzaq, ağ saqqalı ətəyindən uzun olan müdrik Xacə dərviş ilə inzivaya çəkilmişəm. Orada gördüyüm ilahi sirlərin və möcüzələrin mindən birini sizə danışsam, başınızda tükünüz biz olar. Dərviş səhrada peyda olmuş, bir dəstə soyğunçunun cəmaata necə əziyyət verdiyini, Peyğəmbərin qəbrini ziyarətə gedən dəvə karvanlarını necə çapıb taladığını təsvirdən sonra Xacə ilə birlikdə xalqın canını həmin soyğunçulardan nə tər qurtardıqlarını fəsahət və bəlağətlə nəql etdi. Müqəddəs torpaqları o murdarların qara qanı ilə ləkələmək istəməyib, Xacə dərviş daşdan keçən bir dua oxumuş və onların üstünə üfürmüşdü. O dəqiqə soyğunçular Səmum yerinin qaldırdığı xəzəl kimi yerlərindən qopmuş və dəvəyə oxşar qara bir buludun üstünə düşmüşlər. Bulud onları ac, susuz kəndlərin, şəhərlərin üstündə gəzdirib mömin müsəlmanlara göstərərək günəşin altında kömür kimi qaraltdıqdan sonra dəryaya enib naqqa balığın qarnında qeyb olmuşdur. Dəvəçi Kərimin böyük qonaq otağında adamlar astanaya qədər bir-birinə qısılıb oturmuşdular. O qədər darısqallıq idi ki, iynə atsan yerə düşməzdi. Burada hətta uşaqlar da vardı. Onlar da cınqırını çıxarmadan dərvişin fasiləsiz danışdığı hekayətlərə qulaq asırdılar. Otağın aşağı küncündə ağ birçəkli arvadlar, gəlinlər və qızlar bir-birinə qısılmışdı. Əvvəlcədən olunmuş xəbərdarlığa görə üzü qırış qarılar və yaşlı arvadlar özlərini qabağa verib, bir növ çəpər kimi gəlinlərin və qızların qabağını kəsmişdilər. Dərvişlə göz-gözə, üz-üzə gəlmələrinə imkan vermirdilər. Bugün dərvişin gözlərindən elə qığılcım çıxırdı, səsi elə qüdrətli idi ki, hətta qarılar da ona baxmaqdan qorxaraq gözlərini tez-tez kənara qaçırırdılar. Daha ayıq və həssas adamlar isə dərvişin bu cür canlanmasını dünyaya od vurmaq saatının yaxınlaşması kimi başa düşüb, hansı dağda və dərədə gizlənmək mümkün olduğunu düşünürdü. Nəhayət, gecədən xeyli keçmiş, cəmaat durub dağılışdı. Dəvəçi Kərimin arvadı Qaratel dərvişin yatağını açdı. Otağın bir tərəfində əlləri qoynunda fikrə getmiş ərinə baxdı. Kişi başı ilə çıx işarəsi verib, özü də onun dalınca tərpənmək istəyəndə dərviş hökümlü səslə onları saxladı. Kərim ağa, mənə vəhy gəlib. Bilmişəm ki, sənin evində, sənin əyalının ürəyindən elə bir nemət keçir ki, bu yerlərdə tapılan şey deyil. İndi sən zəhmət çək, o xurcunu mənə ver. Ərin də, arvadın da heyrətdən gözləri kəlləsinə çıxmışdı. Kərim lal dinməz gedib küncdəki xurcunu götürdü, gətirib dərvişə verdi. Dərviş xurcunu açdı. İçini xeyli qurdaladı. Nəhayət dibindən 2 sarı narın çıxartdı. Qalxıb divardakı uzun ləməyə düzülmüş boşqablardan birini götürdü. Narıncıları ora qoydu. Gətirib Qaratelə uzatdı. Al,
Ey Allahın gözəl məxluqu, bu o mübarək diyardan sənə sovqatdır. Arvadın ağzı açıla qalmışdı. Kərim çaşmışdı. Bilmirdi neyləsin. Dərviş yenə canlı insandan çevrilib olmuşdu bir kabus. Göydən yerə enmiş qorxulu bir xəyal. Xortlayıb qəbirdən çıxmış canlı bir ölü. Dərvişin təşdidlə söylədiyi o mübarək diyar isə onların nəzərində behişdən başqa bir yer deyildi. Arvad qeyri-ixtiyari əlini uzadıb narıncı almaq istəyəndə yenə gözə görünməz qiyabi əl onun kəlağayısına toxundu. Kəlağayı sürüşüb çiyninə düşdü. Qara qıvrım saçları, buğdayı yumru üzü açıldı. Özü də bilmədi ha vaxt iri ala gözləri dərvişin şimşək çaxdıran gözündə ilişdi. Kərim nə isə demək istədi, lakin dodaqları titrəsə də səsi çıxmadı. Kərim ağa, özünə əziyyət vermə deyib dərviş iri möhkəm əlini qaldıraraq onun sinəsinə qoydu. And olsun bir olan Allaha ki, burada nə var, hamısı mənə məlumdur. O fikirləri buradan çıxart və bil ki, bu gecə dərgah-ı ilahi sənin üzvə açıqdır. Nə niyyət eləsən ona çatacaqsan. Bu sinəndə düyün bağlamış yara bu gecə sağalacaq. İstəsən, sən də bir bölük uşaq atası olacaqsan. İstəyirsənmi? Lampanın yağı qurtarır, işığı zəifləyib saralmağa başlayırdı. İşıq saraldıqca da dərviş tamamilə bir kölgəyə, xəyali bir kabusa çevrilirdi. Səsi isə o biri dünyadan, bəlkə də göylərdən gəlirdi. Sən nənəm Kərim ağa, istəyirsənmi bir bölük uşağın atası olasan? Deyib dərviş bir də soruşdu. Kərim ha çalışdı, istəyirəm desin, deyə bilmədi. Dodaqları titrədi, lakin səsi çıxmadı. Onda Qaratel tez ərinin əlindən yapışdı. Sanki dərhal cavab verməzsə, fürsəti fövt edəcək. Dərviş ruh olub havaya uçacaqdı. Tez və titrək səslə, istəyir dərviş baba, istəyir, dedi. Çalışdı ərinə baxsın. Onun başı ilə təsdiq edib etmədiyini bilsin. Lakin heyhat. Hiss etdi ki, gözündən kəməndə düşüb. Heç cür gözünü dərvişin qaynar gözündən çəkə bilmir. Burada oturun, cınqırınızı çıxarmayın, deyib dərviş onların hər ikisinin qolundan tutub yuxarı başdakı döşəkçənin üstündə oturtdu. Üflüyüb lampanı söndürdü. Qorxub eləməyəsiniz. Mən indi əcinnələr padşahını bura çağıracağam. Əmr edəcəyəm getsin, ana bətnində gizlənib tifil uşaqlara qənim kəsilmiş o bədheybət əcinnəni məhv etsin. Dərviş yenə xurcunun içini qurdaladı. Nə isə çıxardı. Qaranlıqda xeyli əlləşdi. Kibrit götürdü və dedi. 3 dəfə bismillah deyin və qorxmayın. Ha vaxt ki ildırım çaxdı, şimşək oynadı, onda bilin ki, əcinnələr padşahı öz qoşunu ilə otağa daxil oldu. Dərviş tamamilə anlaşılmaz bir dildə, tez-tez qəribə-qəribə sözlər sadalayıb, qaranlıqda otağı dörd dolanır, dua oxuyub divarlara üfləyirdi. Birdən-birə səsini kəsdi, kibriti çəkdi, otaqda partapart qopdu. Dərviş yenə anlaşılmaz sözlər deyə-deyə bu divardan o divara atıldıqca partapart davam edir, qığılcım otağın o tərəf bu tərəfinə yanıb sönürdü. Nəhayət dərviş dayandı. İlahi, sənin qüdrətinə min şükür deyib çırağı yandırdı. Onun alnından tər damcıları süzürdü. Gözləri döyüş meydanından indicə çıxmış pəhlivan gözləri kimi yanırdı. Biraz da heybətli olmuşdu. Kərim heyrətdən nitqi qurumuş halda durub baxırdı. Lakin heç şey görmürdü. Qaratel isə hər şeyi görürdü. Ay aman, dərviş lap pəhlivana oxşuyur. Çirməkli qollarında bir gücə bax. Necə də ağ dərisi var. Elə bil heç gün dəyməyib.
Dərviş xurcunun bu vaxta qədər açılmamış, bərk qaytanla bağlı gözünü açdı. 2 balaca stəkan və 2 oyuncağa oxşar balaca saxsı kuzə çıxardı. Kuzələrin biri ağ, o biri sarı idi. Ağızları bərk-bərk tıxacla qapanmışdı. Tıxacları açdı, stəkanın birini sarı kuzədəki maye ilə doldurub Kərimin qabağına qoydu. Ağ kuzədəkindən o biri stəkana töküb Qaratelə verdi. "İçin," dedi. O evə ki əcinnələr padşahı ayaq bastı. Onun nəfəsi ev sakinlərinin ağlını başından çıxarır. Gic eləyib salır çöllərə. "İçin, heç şeydən qorxmayın." Kərim nə isə demək istədi, lakin yenə dilinin söz tutmadığını görüb işarə ilə danışmağa çalışdı. Dərviş ona ürək verdi. "Dilimi açmışam Kərim ağa. De görüm nə sözün var?" Kərim soruşmaq istəyirdi, bu nədir? Bizi zəhərləyib eləməz ki? Lakin o saat dərk etdi ki, belə bir sual dərvişin xoşuna gəlməz. Ona görə də başqa söz soruşdu. "Dərviş baba, birdən içmək lazımdır ya qurtum?" Sual o qədər axmaq və mənasız idi ki, Qaratelin gözləri oynadı. Dərviş isə kənddə olduğu bütün müddətdə ilk dəfə iblisanə bir qəhqəhə çəkib güldü. "Birdən çək başıma Kərim ağa." Dərvişin qəhqəhəsi də dəhşətli idi. Sanki dağlar baş-başa gəlir, sellər dərələrə dolur, iblis göyün 7-ci qatından yerə enirdi. "İçin, gecə keçir, sonra gec olar," deyib dərviş son əmri verdi. Arvad gözlədi. Kərim stəkanı başına çəkəndən sonra o da üzünü yana tutub içdi. Kərim üz-gözünü turşutduğu halda arvad dodağını yaladı. Kərimin içdiyi zəhər kimi acı, arvadınınki şərbət kimi şirin idi. "İndi dur, get başını qoy yastığa. Şirin yuxular görəcəksən," deyib dərviş Kərimə müraciət etdi. Kərim sual edici nəzərlə bir arvadına, bir dərvişə baxdıqda qeybdən qulağına bu səslər gəldi. "Boş şübhələri burax, çıx get Kərim, Qaratel səndən qabaq bu otağı tərk edib." Doğrudan da Qaratel kölgə kimi qeyb olmuşdu. Kərim artıq onu görmürdü. O ancaq bir şey hiss edirdi ki, başı üstündə durmur, ağır bir yuxu gözlərini qapıyır, sərxoş kimi səndəliyə-səndəliyə öz otağına yollandı. Nədənsə divara qısılmış Qaratel isə sinəsində qeyri-adi və qəribə bir şadlıq duyur, heyrət dolu gözlərini dərvişdən çəkə bilmirdi. Bilmirdi ki, bu gözlər şirin, cazibədar təbəssümlə dolub, dərvişə baxıb gülümsəyir. Dərviş isə biraz da ciddi və sehirkar bir görkəmlə onun stəkanını götürdü, ağ kuzədəki şərbətlə doldurdu. Nəysə anlaşılmaz sözlər söylədib, onu qurtum-qurtum içdi. "Əgər istəyirsən ki, bir dəfəlik bu bəladan qurtarasan, mənə qulaq asmalısan," deyib Qaratelin ağ, yumşaq biləklərindən yapışdı. Qaratel ilahi bir qüvvənin təhriki ilə onun sinəsinə qısıldığını hiss etdi. Şərbətin təsirindənmi? Ya nədənsə Qaratelin üzü, dodaqları, gözləri alışıb yanırdı. Dərviş, səni cadudan qurtarmaq, tilsimi açmaq saatı yaxınlaşır. Fikrini şübhələrdən, qorxulu və qaranlıq şeylərdən təmizlə. Xəyalına ancaq yaxşı şeylər gətir, deyib stəkanı bir də şərbətlə doldurub, yavaş-yavaş ona içirtdi. Bu dəfə Qaratel dodağını stəkandan çəkəndə zəif işıqlı lampa da söndü və bilmədi ki, hansı qüdrətli əl onu dərvişin qucağına atdı, dodağına yapışdırdı. Dərviş yaşmağın altından ağla gəlməz hərarətli bir ürək gizləndiyinə heyran halda Qarateli soyundurdu, təzəcə açılmış yatağa saldı. Dəyərli izləyicilər,
Mirzə İbrahimovun Pərvanə romanının davamını dinləmək istəyirsinizsə kanalımı izləyin, abunə olmağı yaddan çıxarmayın.